son bir həftədə öz sıralarında 6 ərəb ölkəsini birləşdirən Körfəz Əməkdaşlıq Şurasının yaydığı bəyanat İran siyasi gündəminin əsas mövzularından birini təşkil edib. Məsələnin xüsusi diqqət çəkməsini şərtləndirən amillərdən biri də budur ki, İran hakimiyyəti son vaxtlar düşdüyü çətin durumun diktəsi ilə həmin şuraya üzv olan dövlətlərlə yaxınlaşmaq siyasəti yürüdüb. Amma bu siyasət görünür həmin ölkələrlə İran arasında mövcud ziddiyyətlərin unudulmasına gətirib çıxarmayıb. Əksinə, qonşu ərəb dövlətləri Tehranın 12 günlük müharibədən sonra üzləşdiyi vəziyyətdən çıxış edərək İranla mübahisəli mövzuları daha sərt bir tonda səsləndiriblər. Belə ki, ötən çərşənbə günü Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərindən ibarət Ali Şuranın Bəhreynin paytaxtı Manamada keçirilən 46-cı sessiyasının yekun bəyanatında İrana qarşı ciddi ithamlar yer alıb və İran birmənalı şəkildə işğalçı adlandırılıb. Bəyanatın İrana aid ayrıca bölümündə Şura üzvləri Birləşmiş Ərəb Əmirliklərinə məxsus 3 adanın Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının İran tərəfindən işğalının davam etməsini qətiyyətlə pisləyərək, həmin adaların əmirliklər ərazisinin ayrılmaz hissəsi olduğunu bildiriblər. Eyni zamanda İrana problemin birbaşa danışıqlar yaxud beynəlxalq məhkəməyə müraciət yolu ilə həlli istiqamətində Birləşmiş Ərəb Əmirliklərinin göstərdiyi səylərə cavab vermə çağırış edilib. Bəyanatda həmçinin İran hakimiyyətinin işğal olunmuş adalarda apardığı tikinti işləri və məskunlaşdırma siyasəti kəskin şəkildə pislənilib. Eləcə də İran rəsmilərinin sözügedən adalara səfərlərinə və bu mövzuda verdikləri açıqlamalara, İranın adalar ətrafında keçirdiyi hərbi manevrlərə qəti etiraz ifadə olunub. Bəyanatın 73-cü bəndində isə Fars körfəzinin şimalında yerləşən və İranın Arəş, ərəb ölkələrinin isə Əl-Dürrə adlandırdığı mübahisəli neft-qaz yatağı ilə bağlı məsələdən bəhs olunub. Mətndə İranın da iddia etdiyi bu yatağın birmənalı şəkildə Küveyt və Səudiyyə Ərəbistanına aid olduğu vurğulanaraq yazılıb. Ali Şura Əl-Dürrə yatağının tamamilə Küveyt dövlətinin dəniz ərazilərində yerləşdiyini və ərazidəki təbii sərvətlərin yalnız Səudiyyə Ərəbistanı krallığı ilə Küveyt dövlətinin birgə mülkiyyəti olduğunu təsdiqləyir. Yalnız iki dövlət beynəlxalq hüququn müddəalarına və aralarında bağlanmış müqavilələrə uyğun olaraq həmin ərazidəki təbii sərvətləri istismar etmək üçün tam hüquqlara malikdir. Şura bu ərazidə hər hansı digər tərəfin hüququna dair iddiaları qəti şəkildə rədd etdiyini bir daha bəyan edir. Burada digər tərəf dedikdə İranın nəzərdə tutulduğu aydındır. Çünki İran bu yatağın azı 40%-nin ona məxsus olduğunu iddia edir. Körfəz Əməkdaşlıq Şurasının ali orqanının yaydığı bəyanat Tehranda aydın səmada çıxan şimşək effekti doğurub. Doğrudur, məşhur 3 ada ilə bağlı həmin qurum tərəfindən əvvəllər də oxşar bəyanatlar verilib. Lakin hazırki bəyanatın zamanı və kəskin tonu rəsmi Tehran üçün gözlənilməz olub. Üstəlik, regiondakı cari şəraitdə daim İsraili işğalçı rejim kimi təqdim edən İranın özünün işğalda ittiham olunması İslam Respublikası üçün qətiyyən arzu olunmayan atmosfer yaradıb. İran rəsmilərinin bəyanata verdiyi kəskin reaksiyalar da görünür bununla əlaqədardır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəğai keçirdiyi mətbuat konfransında Körfəz Əməkdaşlıq Şurasının bəyanatında yer alan müddəaları qətiyyətlə rədd edərək bildirib ki, Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adaları İran ərazisinin ayrılmaz parçalarıdır və onlara hər hansı şəkildə iddia olunması əsassız və qanunsuzdur. Açıq-aşkar ölkələrin ərazi bütövlüyünə, hörmət və mehriban qonşuluq prinsiplərinə ziddir. İran rəsmisi daha sonra deyib, bir ölkənin hansısa hissəsinə iddia edilməsi coğrafi və tarixi reallıqları dəyişdirmir. Hüquqi baxımdan da iddiaçıya heç bir haqq əmələ gətirmir. Bəğai həmçinin Körfəz ölkələrinə öz bəyanat və mövqeləri ilə regionun əsas düşməni olan İsrailin dəyirmanına su tökməməyi tövsiyə edib və əlavə edib ki, İran öz suverenliyini tam qüdrətlə müdafiə edəcək. İran ali rəhbərinin müşaviri və onun Müdafiə Şurasındakı nümayəndəsi Əli Şəmxani məsələyə dərhal reaksiya verərək yazıb. Amerika Birləşmiş Ştatları və İsrailin şər əməllərinin davam etdiyi bir vaxtda Körfəz Əməkdaşlıq Şurasının 3 İran adası və Araş yatağı barədə iddiaları konstruktiv deyil. İran 12 günlük müharibə dövründə təcavüzə verilən bəzi dəstəklərə baxmayaraq özünü təmkinli apardı. İranın Fars körfəzindəki qüdrəti yanlış oxunmamalıdır. Qonşuların rolu təhlükəsizlik yaratmaqdır. İran xalqının qırmızı xətləri ilə oynamaq yox. İran ali rəhbərinin digər bir müşaviri, keçmiş Xarici İşlər Naziri Əli Əkbər Vilayəti də mövzu ilə bağlı geniş açıqlama verərək deyib. 3 ada və Araş neft-qaz yatağı İran ərazisinin ayrılmaz parçası olmuşdur. İndi də belədir və gələcəkdə də belə olacaqdır. Bu reallıq heç bir siyasi bəyanatla dəyişən deyil. Bununla yanaşı vilayəti Birləşmiş Ərəb Əmirliklərini Yəmənə məxsus adanı işğal
işğal etməkdə və Sudandakı qırğında birbaşa rol oynamaqda ittiham edib. Dekabrın 7-sində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məclisin plenar iclasındakı çıxışında Körfəz Əməkdaşlıq Şurasının 3 adayla bağlı iddialarını əsassız və gülünc adlandırıb və bunun başqa ölkələrin təhriki ilə baş verdiyini vurğulayaraq deyib: "Bizim qonşulara tövsiyəmiz budur ki, ölkənin ərazi bütövlüyü və İranın bədəninin bir parçası olan Fars körfəzindəki adalar ilə bağlı İran xalqının iradəsini sınağa çəkməsinlər." Keyhan qəzetinin baş redaktoru və Əli Xameneyinin Keyhan müəssisəsindəki nümayəndəsi Hüseyn Şəriət Mədari isə məsələyə dair kəskin mövqe ilə geniş diqqət çəkib. Haqqında danışılan 3 adanın tarixən İrana məxsus olduğunun heç bir şübhə doğurmadığını bildirən Şəriət Mədari 19-cu əsrdə Birləşmiş Ərəb Əmirliklərinin yerləşdiyi ərazidə dəniz quldurlarının məskunlaşdığını, sonradan ingilislər tərəfindən orada dövlət yaradıldığını yazaraq əlavə edib. İndi həmin dəniz quldurlarının nəvə nəticələri İranın 3 adasına sahiblənmək iddiası irəli sürürlər. İranda qatı mühafizəkar cəryanı təmsil edən Şəriət Mədari həmçinin Körfəz Əməkdaşlıq Şurası sammitinin keçirildiyi Bəhreyni də hədəfə alıb və yazıb: "Körfəz Əməkdaşlıq Şurasının üzvləri arasında Bəhreyn barədə ayrıca danışmaq lazımdır. Çünki Bəhreyn İran torpağının bir hissəsi olub və şah rejimi ilə Amerika Birləşmiş Ştatları və İngiltərə arasındakı qanunsuz sövdələşmə nəticəsində İrandan ayrılıb. Bugün Bəhreyn əhalisinin başlıca istəyi İrandan qopmuş bu vilayətin öz ana vətəninə, yəni İrana qovuşmasıdır. Aydın məsələdir ki, İranın və ondan ayrılmış vilayətin əhalisinin bu şəksiz haqqı göz ardı edilə bilməz." Göründüyü kimi, Şəriət Mədari Bəhreynin İran tərəfindən ilhaq edilməsinə açıq çağırış edib. Əlbəttə, Körfəz Əməkdaşlıq Şurasının bəyanatına İranda verilən reaksiyalar qeyd olunanlarla bitmir. Ötən bir həftə ərzində Sepah generallarından tutmuş, rəsmi mediaya qədər bu mövzuda çoxsaylı mövqelər bildirilib. Bu mövqelerin kəskin səciyyəsi İranın narahatlığından xəbər verir. Narahatlığa isə əsas var. Belə ki, sözü gedən 3 ada ilə bağlı oxşar bəyanat təkcə Körfəz Əməkdaşlıq Şurası tərəfindən verilməyib. Son illər İranın yaxın müttəfiqləri olan Çin və Rusiya ilə yanaşı Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları da bu məsələdə Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləyən sənədlərə imza atıblar. Yəni, adaların əmirliklərə məxsusluğu ilə bağlı bir növ beynəlxalq konsensus formalaşıb. Bu isə İran üçün ciddi nəticələrə gətirib çıxara bilər.